Gəlin sizə septakord mövzusuna izah edəm. Septakord nədir? Septakord 4 səsin tersiyalarla qurularaq bir yerdə və ya ardıcıl səslənməsinə deyilir. Yəni biz bilirik ki, 1 səs səsdir, 2 səs intervaldır, 3 səs artıq 3 səslidir, 4 səs artıq 4 səsli, yəni septakorddur və 5 səs də non-akorddur. Deməli, tersiyalarla qurulan 4 səsin bir yerdə və ya ardıcıl səslənməsinə deyilir septakord və nə üçün septakord deyilir? Çünki birinci və axırıncı səsi arası septima intervala əmələ gətirdiyi üçün septima intervala əmələ gətirən akord, yəni septakord adlanır. Çox gözəl, maraqlı bir mövzudur, çox sevilən bir mövzudur. Deyim ki, sizə nəzəriyyədə mənim ən çox sevdiyim bir mövzudur və çox asan, çox gözəl. Sadəcə olaraq bu septakordu bilmək üçün biz ən əvvəlcə intervalları gözəl formada bilməliyik və ladın sabit və qeyri-sabit səslərinin həlli sistemini bilməliyik. Bu mövzular ayrıca bir mövzulardır. Bilirəm ki, siz onları artıq bilirsiniz. Onlara toxunmuram, amma zaman gələr o mövzular haqqında ayrıca işləyərik. Deməli, biz septakordu bilməmişdən əvvəlcə biz bilməliyik intervalların və bir də ki, qeyri-sabit səslərin sabit səslərə həlli ladda. Bilirik ki, ladın 1-ci, 3-cü, 5-ci səsləri sabit səslərdir, 2-ci, 4-cü, 6-cı, 7-ci pillələri qeyri-sabit səsdir və qeyri-sabit səslər natamam səslər olduğu üçün onlar sabit səslər ilə tamamlanır. Yəni, İkinci pillə 1-ci pilləyə, fa, mi 4-cü pillə 3-cü pilləyə, 6-cı pillə 5-ci pilləyə, 7-ci pillə isə 1-ci pilləyə həll olur. Və septakord qammanın 5-ci pilləsindən qurulur dominant septakord, çünki qammanın 5-ci pilləsinin adı dominantadır. Yəni, bu mövzunu öyrənməmişdən əvvəl biz artıq qamma haqqında bilməliyik, tonallıqları bilməliyik. Və bilməliyik ki, qammanın tərkibində 7 səs var və hər birinin özünə məxsus adı var. Və 5-ci səsinin də adı dominantadır. Və bu pillədən qurulan septakord adlanır dominant septakord. Gəlin do major qammasında dominant septakordu quraq. Deməli, do major qammasının dominantasını tapırıq 5-ci pilləsini və qururuq. Sol, si, re, fa. Necə qurdum? İnterval tərkibi ilə. Çünki dominant septakordun tərkibi belədir. Böyük tersiya, kiçik tersiya və kiçik tersiya. Sol, si, re, fa və akordun tərkibində 4 səsin yalnız biri sabit səsdir. Qalan səslər qeyri-sabit səslərdir. Buna görə də onlar mütləq ladda sabit səslərə keçid edir, sabit səslərə həll olur. Və bunu izah etməmişdən qabaq mən sizə deyim. Akordun birinci səsi onun priması, ikinci səsi tersiyası, üçüncü səsi kvintası, dördüncü səsi isə septiması adlanır. Və hər zamanı nə olur? Sabit səs xalis kvarta yuxarı aparılır. Birinci səs priması, tersiyası bir pillə yuxarı aparır, kvintası bir pillə aşağı aparılır, septiması isə bir pillə aşağı. Bildiniz nə həll oldu? Ladın 7-ci pilləsi 1-ci pilləyə getdi, ladın 2-ci pilləsi yenə 1-ci pilləyə həll oldu, ladın 4-cü pilləsi həll oldu 3-cü pilləyə. Tamam? Yəni, qeyri-sabit səs, sabit səslərə həll oldu. İndi gəlin, baxaq görək, nəticədə dominant septakord necə səslənir. Sol, si, re, fa, mi, do, do, do. Bu, do major qammasında. La major qammasından qurarıqsa, nə edirik? La major qammasının işarələrini artıq bilirik. Fa diez, do diez, sol diez. Dominantasını tapırıq, yəni 5-ci pilləsini və qururuq. Mi, sol, si, re. Həll edirik. Do, diez, la, la, la. Bu da oldu bizim dominant septakord. Və qeyd edim ki, dominant septakord natural major qammasında və harmonik minor qammasında qurulur. Əgər la major qammasının paralel minoru olan fa diez minorda biz dominant septakord qurarıqsa, mütləq harmonik halın 7-ci pilləsinin yarım ton artmasını nəzərə alırıq. Nəticədə nə əmələ gəlir?
Fa diyez majorun 5-ci pilləsi, yəni dominantası olur do diyez. Do diyez. 7-ci pillə mi idi. Yarım ton artda oldu. Mi diyez, sol diyez, si və həll edirik. La, fa diyez, fa diyez, fa diyez. Tamam. Bu da bizim gözəller gözəli dominant septakord. Çox gözəl, böyük, geniş mövzu olmasına baxmayaraq çox asan, sevimli bir mövzudur. Ümid edirəm ki, siz bu mövzunu sevə-sevə öyrənəcəksiniz və artıq bəlkə də sevirsiniz. Mənim deməyim artıq olar sizin üçün. Sualınız olarsa, buyurun, mən sizin suallarınızı gözləyirəm.